keysəriyyə zamanı eyni zamanda abdominoplastikada icra olunur. Yəni eyni həmin Eyni əməliyyat. keysərinin Keysəriyyə və həmin vaxtda da abdominoplastika olunur. Aha. Belə deyək də ki, xanım ikinci dəfə də bir də əməliyyata getməsin və s. və yaxud mini abdominoplastika. Yəni biz sonradan bu pasientləri görürük müəyyən vaxtdan sonra və nəticələri çox da ürək açan olmur. Niyə Çünki hamiləlik dövründə olmamalıdır bu. Belə başa düşdüm ki, Kester əməliyyatı ilə birlikdə olunan qarın gərimi əməliyyatı çox da yaxşı nəticələr vermir. Ümumiyyətcə hamiləlik vaxtı bəli, bütün toxumalar dartılır. İstər qarın öndüvarı, istər çanaq dibi toxumaları. Artıq hamiləlik bitdikdən sonra fərqi yoxdur. Normal doğuş olsun və yaxud da keysəriyyə olsun və s. müəyyən vaxtdan sonra toxumalar yığılmağa başlayır. Yəni bu normal bir fizioloji prosesdir. Məsələn, bəzən bizə pasientlər müraciət edir, dərhal deyək doğuşdan sonra 1 ay sonra kəs. Biz mütləq şəkildə gözləməyə məsləhət görürük. Çünki çəkilə bilər də sözlər. Bəli, çəkilə bilər. Təbii ki, onun üçün müəyyən korset geyinilməlidir. Müəyyən qədər idman deyək ki, bəzi növlərdən istifadə olmalıdır və s. İstər qarın öndüvarında, istərsə də çanaqda, çanaq dibində daha doğrusu aralıqda olan toxumalar yığıla bilir. Bəzən olur ki, qadında hamiləlikdən sonra sidik qaçırma yaranır. Məsələn, öskürəndə, askıranda. Amma üstündən zaman keçir, 3 ay, 4 ay, 5 ay, 6 ay və bu problem öz-özünü aradan qaldırılır. Niyə? Çünki toxumalar yığılmağa başlayır. Bərpa olur. Təbii ki, orada da xəstənin özündən, bədənindən çox şey asılıdır. Əgər onun əvvəlcədən də toxumalarında birləşdirici toxuma kifayət qədər yaxşıdırsa, zəiflik yoxdursa, bunlar yığılır. Amma varsa, artıq problem qalır. Və biz bunu hardan bilə bilərik? Qalıb ya gedib gözləmək. Yəni biz ən azı 3 ay, ən azı. Amma adətən biz 6 aya qədər ən azından gözləməyə məsləhət görürük.